Salam Əzqudət Baxşılıq səhifəsinin üzvləri, hər birinizi salamlayıram. Dəvəçi ərazisindən yanımızda olan Rauf agronom bir yerdə gilas bağındayıq. Gördüyünüz 5 illik yerli sort üstündə və bağımızda olan problem nədir? Monolyozdur. Arkadaş söz səndə. Artıq 6-cı ildə, birinci növbədə çox sağ olun. İkinci növbədə də ki, əsas məsələ bizim bağımızla bağlı söhbət ediriksə, 6-cı ildə kəstəriyən bağdır. Və demək olar ki, bu hissələri bir qədər bar gözü görsək də, aşağı hissələrdə tamamilə bar gözü görə bilmirik. Səbəb birinci növbədə monolyozdan görürük, düzdür. Monolyoz dediyimiz hissədəki zəhmət olmasa yaxınlaşar. Yəni, bu artıq monolyozun ən pis bir halıdır. Çünki bu hal artıq ağacın özünün, belə deyirəm, öz içinə nüfus eləməyidir. Burada da qaraltını görəndə məlum olur. Və bəzi gözlərdə isə, zəhmət olsa bu tərəfdən görsək, tamamilə içinin belə bu vəziyyətə gəlib çatmalıdır. Bəziləri bu ilin, bəziləri növbəti illərdən qalan bir prosesdir. Və bu prosesin qarşısını almaqla qabağı birinci növbədə gəlmə vaxtlarından danışaq. Gəlmə vaxtları demək olar ki, ilin 2 və yaxud da 3 zamanında görə bilərsiniz. Birinci zaman çiçək dönəmidir. Çiçək dönəmində çiçəyə qarşı istifadənin tərkibdən mütləq şəkildə istifadə eləməliyiz. Tərkiblə deyirəm ki, bəziləri xorus alır, bəziləri başqa bir dərmanlardan istifadə edir. Amma tərkib olduqda onların 5 manatı varsa 5 manatlığını ala bilər, 10 manatlığını da ala bilər. Birinci növbədə bu. İkinci məsələ də ki, bu prosesi normal şəkildə açdıqdan sonra minimum 1 ay yarım aralığından görürsünüz ki, köhnə, yəni yeni yaranma olan gözlərdə qaralmalar müşahidə olur. Və bu qaralmalar bəli, hava şəraitindən keçməlidir. Və yaxud da ki, hansısa bir bağdan və yaxud da ki, bu hansısa bir regionda olan bir həlli olmayan problemin hava kütləsi, hava axını vasitəsindən bizim bağlara girməyidir problemi. Çünki Gəncədə, Raqrarda, yəni belə deyim, bu müəllimlərimizin bəziləri də bunu müşahidə edir və bəzi böyük bağlarda da ki, bu agronomik təqvimlə dediyimiz hissə ilə bağlı maraqlananda həmin hissələri göz ardına vurmurlar. Və yaranma yerlərinin və Respublika ərazisində hər bir bağbanla və yaxud da bir çox bağbanlarla əlaqələri olduğuna görə onlarda artıq müəyyən bir periodların aşkarlamaq olur. Və demək olar ki, agronomlarımızın bəziləri böyük bağlarda işləyən yoldaşlar, yəni şirkətlərdə işləyən yoldaşlar da bunu bu şəkildə tuta bilir. Yəni Yevlaxda əgər təsərrüfatı varsa, Yevlaxda monolyoz gəlibsə və hər hansı bir xəstəlik gəlibsə, artıq hava şəraitinin kəskin dəyişməsindən bu istiqamətə gəldiyini məlum olur və ona qarşı mübarizə aparılır. Və üçüncü, ən axırıncı bir periodu deyim, artıq bu vəziyyətə